7-ci imamımız İmam Musa Kazım əleyhissalamın qızı, 8-ci imamımız İmam Rıza əleyhissalamın bacısı, 9-cu imamımız İmam Cavad əleyhissalamın bibisi və Azərbaycan xalqının müqəddəs məkanlardan biri kimi dəyər verdiyi bibi heybətdə olan Həkimə yaxud Rəhimə xanımın bacısı Qum şəhərində mübarək qəbri yerləşən xanım Fatimə-i Məsumə Salamullah əleyhanın ad günüdür, mübarək mövlududur. Mən bu münasibətlə bütün müsəlmanları, Əhl-i Beyt sevənləri təbrik edirəm. Xanım Fatimə Məsumə kimdir? Xanımın Allah yanında məqamının iki nöqtəsini sizə çatdırıram. Bir, ona verilən ləqəblərdən biri Məsumədir və Məsumə, yəni günahdan uzaq. Məsumluğun bir neçə mərtəbəsi var, xanım da o mərtəbələrdən, ismət mərtəbələrindən, məsumluq mərtəbələrindən birini həyatında qazanmışdır. 2. Şəfaət məqamına məxsusdur. Bəli, Allahın insanlara icazə verdiyi şəfaət məqamı o cümlədən də xanım Fatimə-i Məsumə Salamullah haqqında vardır. Xanım qiyamət günündə cənnətdə bizlərə inşallah şəfaət edəcək. Allah bizi o xanımın şəfaətini yetişənlərdən qərar versin.